Hər vaxtınız xeyir olsun dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Super Kubokunda Galatasaray Trabzonspor oyundayıq. Yarı finallar oyunudur. Türkiyədə bu sezondan etibarən, hələ ki bu sezon üçün, gələn sezon üçün bilinmir. Bu sezon üçün Türkiyə Kuboku oyunları iki komanda arasında deyil, 4 komanda arasında olur, yarı final oyunları. Bu günləri Trabzonspor, Galatasaray Trabzonspor oyundayıq. Sabahda Fenerbahçe Samsunspor oyunu olacaq. Burada qələbə qazanan sabah Fenerbahçe Samsunsporun qalibi ilə oynayacaq. Gaziantep'te olmalıdır oyun günləri. Gaziantep'te olmalıdır. Heç bir komandanın meydanında deyil oyun. İnşallah yaxşı bir oyun olar. İki komandanın da itkiləri var. Galatasaray'ın da itkiləri var. Trabzonspor'un da itkiləri var. Milli komandaya gedən oyuncular var. Afrika ölkələrinin çempionatı gedir Afrikada. Osimhen oradadır. Galatasaray'ın ən vacib oyuncularından. Ondan sonra Trabzonspor'un ən vacib oyuncularından Onuachu, o da Nigeriyalıdır. O da milli komandadadır. Zədəlilər var. Ondan sonra əsillər var. İki komandanın da çox itkiləri var. Maraqlı oyun olacaq mənim fikrimcə bu günləri. Nə qədər də itkilər olsa, həmişə Trabzonsporla Galatasaray oyunları maraqlı olub, qollu olub. Bu günlərdə inşallah qollu olar, amma stadion boşdur. Demək olar ki, stadion dolu deyil, ancaq arxa tərəflər biraz doludur. Oyuncular da gəlir stadiona. Maraqlı bir oyun olar. Bu da qələbə qazanan sabah Trabzonspor, sabah Fenerbahçe Samsunsporun qalibi ilə olacaq. Sabah da yaxşı, maraqlı oyun olacaq. İnşallah bu gün də maraqlı oyun olar. Hakimin danışılmadığı bir oyun olar. İnşallah. Başlayır oyuna keçməmişdən qabaq dostlar, kanalıma abunə olun. Videolarımı bəyənin, yorumlarınızı yazın. 1000 abunəyə az qalıb. Sizin dəstəyiniz də lazımdır. Əsasən sizin dəstəyiniz lazımdır. Videolarımı bəyənmək, yorumlarınızı yazmaq. Buradan linki qoymuşam. Oradan abunə olun. Videolarımı bəyənin. Yorumlarınızı yazın. Keçə oyuna dostlar. Görək necə bir oyun olacaq. Artıq oyuncular meydan satadır. İnşallah maraqlı oyun olar. Başlayaq dostlar, keçə oyuna. Offside yoxdur. Getdi. Augusto vurdu. Offside. Offside. Baxaq hala, offside verdi. Sanchez yenə qaçırtdı. Bax, Sanchez yenə oyuncusunu qaçırtdı. Yenə oyuncusunu qaçırtdı. Burada offside. Baxaq, offside. Offside'dir. Buradan göründüyü qədər offside'dir. Bir yandan görsətsə, buradan göründüyü offside'dir. Təmiz offside görsənir. Sanchez qaçırtdı yenə oyuncusunu. Bax, Sanchez yenə oyuncusunu qaçırtdı. Offside'dir. Amma 2026'dan bu offside şeyini dəyişmək istəyirlər. Yəni, tam oyuncusunu kəsəndə offside olacaq. Yəni oyuncusu belə qaldıda offside olmayacaq. Tam kəsəndən sonra offside olacaq. 2026-cı ildən, yəni 2026-2027-ci sezonuna. Yəni bu sezon qutarandan sonra o bir sezon eləmək istəyirlər. Görə necə olur? Eləncə olsa, eləncə daha çox qollar olacaq. Daha az offside olacaq, amma yenə də tartışmalı pozisyonlar çox olacaq. Baxırlar VAR-da. Offside görsən, indi VAR-da baxırlar. Olmasa da bir incə offside ola bilsin, incə offside. Nə keçdi Sane. Vur! Ay belə olana. Sane yenədən bu müthiş hərəkətlərindən birini elədi Leroy Sane. Müdafiəni çox gözəl keçdi. Topu atan kimi atdı, topu pas olan kimi, gələn kimi atdı qabağına. Müdafiəni keçdi, amma vura bilmədilər. Qəşəng öndə baskı, yaxşı ver. Yunus verdi, Barış, zad eləmə, ver. Hələ bunu. Hayda, yaxşıdır. 10 dəqiqədir. 10 dəqiqəni Galatasaray yaxşı oynayır. Trabzonspor baxmıyor ki, gol vurdu, offside oldu. O da Sanchez'in səhvi idi. Yəni oyuncusunu qaçırtdı, amma offside oldu. Amma Galatasaray daha yaxşı başlayıb oyuna. Galatasaray
təhlükəli gəlir. Trabzonspor qapısı qarşısında çox oynayır. Amma burada Saranın başla zərbəsi zəif oldu, ona tutdu. İnşallah gol gələcək. Birinci hissə qurtarmamış. Bir dənə gol. Yəni görürəm ki, Icardi əvvəlki yenə də həmənki oyun oynayır. Yəni tam hazır deyil Icardi. Icardi'dən də müqabilə vurdu. Yatdı bir müdafiəyə. Gəldi, qoyma, vurdu. Qaşan, Uğurcan. Qaşan Uğurcan. Əla Uğurcan. Çox maraqlı oyun gedir həqiqətən. Verdi. Satamadı. Bax maraqlı oyun gedir. Bayaqlarda dedim, Galatasarayla Trabzonsporun oyunları həmişə maraqlı gedir. Baxmayaraq ki, ligdə gol olmadı, 0-0 oldu. Orada da maraqlı oyun getmişdi, baxmayaraq. İndi də qəşəng oyun gedir. Bu dəfə Trabzonspor təhlükəli gəldi. Uğurcan qəşəng çıxartdı. Görək oyunun gedişatında necə olacaq? Bayaq onu deyirdim. Sane nədir? Icardi ilə müqavilə yeniləyəcəklər. Oxuduğuma görə 10 milyon maaş alırmış Icardi illik. Maaşında endirim eləyəcək. Hardasa 4 milyon yarımdan endirim eləyəcək və 2.1 plus 1 müqavilə bağlanmalıdır. Belə deyirlər. İndi görək necə olar. Endirimə getsə Icardi qalmalıdır. Mənim fikrimcə də Icardi qalmalıdır. Çünki Icardi bu komandanın ikonudur. 2 dəfə liqa çempionu elibdir. Yəni belə əvəzedici oyunçu kimi də olmasa, yəni əvəzedici oyunçu düz gəlmir Icardi'ni saxlamaq, amma məncə öz performansına qayıdacaq. Yəni bu sezonda olmasa, gələn sezon öz performansına qayıdacaq. Və bunu bu qədər nəyə var? Təmiz ofsaytdır. Buna bu qədər niyə baxdılar? Təmiz ofsaytdır. Bir dənə ayağı Galatasaray Sanchez'in yanındadır. Bütün bədəni keçibdir ona 2 saatdır baxırlar. Qaşan pas. Vur. Sənin ayağı var mən Barış. Sənin ayağı var mən Barış. Onu vurduğu topa bax. Ofsayt da yoxdur. Ay səlsi bilə qalasana. Pasa baxırsan. Kim attı o pasımla? Gabriel Sara. Ofsaytdan söhbət gedə bilməz. Bunu vurduğu topa bax. Allah'ın olsun anam. Necə mal oyuncudur bu ya. Buna ancaq topu at. Qaçsın, oyuncunu keçsin, qaçsın, ancaq düzünə qaçsın o başa, qaçsın təzədən bu başa. Nə bir düzgün pası var, nə də axırıncı zərbəsi var qapıya. Bu necə oyuncudur ya? Nə pasıdır verdi ona? Qapıçıyla üzbayacaqsan bunu at bir dənə yerindən, böyründən bir yerə də. Mal deyə təmizlə Allah haqqı. Vur da! Gol! Vur bunu da! Axır ki top ayağına oturdu Barış'ın. 1-0. 38-ci dəqiqə Galatasaray 1, Trabzonspor 0. Barış Alper Yılmaz. Bunu vurdu. Bayaqları qaçırdı. Bayaqlarda çox qəşəng şansı vardı. Vurdu ki, indi dedim pas gəlində dedim indi bu da oturmayacaq, ayağına vura bilməyəcək. Amma oturdu. Leroy Sané'dən yenə yaxşı pas. Şalayın da ortası. Barış Alper arkada bombili boş qalmışdı. Yəni boş qalmışdı. Qəşəng də vurdu. Top ayağına qəşəng oturdu həqiqətən. Da bunu da vura bilməsəydi. Obursu zərbədən çətin idi. Obursundan çətin idi. Bu topa vurmaq belə. Obursu daha asandı. Qabağında idi, vurdu göyə. 1-0. Galatasaray 1. Trabzonspor 0. Birinci hissə qurtarmamış, vurdu. Hələ 38-ci dəqiqədir. Hələ 39-a indi girib. Bir dənə də vurmaq olar. Galatasaray Trabzonspordan yaxşı oynayır. Trabzonspor da gəlir. Təhlükəli də gəlir. Amma qapıya zərbə, bir dənə qapıya zərbə var. Çıxart. Ferda. Əfsədə, Barış. Gol! Eren Elmalı. Kontraya qəşəng çıxdı Galatasaray. Super çıxdı kontraya. Icardi'nin pası. Birinci Yunus'a qəşəng ara pası attı. Şalay attı deyəsən. Ara pası. Yunus'un pası Icardi'yə. Icardi'nin pası Eren'ə. Və gol.
Onana'nın qolunun altından. 2-0. İlk hissənin əlavə edilmiş ikinci dəqiqəsində oyun qurtardı ki, birinci hissə qurtardı ki, 2-0 əla. Ligdə də belə oynamaq lazımdır. Qəşəng pas verdi Icardi. 2-0. 2-0. Galatasaray 2, Trabzonspor 0. Yenə də deyirəm, iki komandanın da çox əksikləri var. Trabzonsporun da Galatasarayın da. Birliyə gedən oyunçuları var. Trabzonsporda Onuachu, Galatasarayda Osimhen, ikisi də Nigeriyada millisindədir. Afrika kupasında. 2-0. Rahat. İlk hissə də bitdi. Artırmış 3-cü dəqiqə və ilk hissə bitdi. Galatasaray 2, Trabzonspor 0. İlk hissə Galatasaray yaxşı oynadı. Həqiqətən çox əksiklərə baxmayaraq yaxşı oynadı. Barış yaxşı oynadı. Barış bir dənə yaxşı pas verdilər, ona itirdi, amma sonradan həqiqətən də binlər yaxşı oynadı. Icardi yox idi. Icardi çox vaxtı gəlirdi, arxadan top götürürdü. Orta oyunçu kimi, isə belə İlkay'ın yerində oynayan oyunçu kimi, orta oyunçu kimi gəlirdi, top götürdü, top paylayırdı. Icardi də binləri pasını verdi. Qolunu atmaz hələ. Qol atmayıb, amma pasını verdi. Birinci sən yaxşı oynadı, Trabzonsporda normal oynadı, amma Galatasaray biraz daha yaxşı oynadığı üçün 2-0 oldu günləri. Birinci hissə qurtardı dostlar. İkinci hissədə görüşərik. Videolarımı bəyənin, kanalıma abunə olun dostlar. Görüşərik ikinci hissədə. Qolu gedir. Keçmədi. Geçmədi. İlk ikinci yarının Onana'nın səhvi, ikinci hissənin ilk dəqiqələri. Barış Alper kafası ilə vurdu, top getdi dirəkdən, qola girmədi ya. Baxaya görə nədədir? Hakem burada getdi. Yox, keçmədi. Ayda. Getdi dirəyə dəydi. Dirəkdən çölə. Burada Onana'nın böyük səhvi var. Onana topa çıxdı. Qapısından çıxdı topa heç bir müdaxilə eləmədi. Böyük səhv vardı. Barış Alper başının üstündən atdı kafayla. Amma getdi dirəyə dəydi. İkinci hissənin ilk dəqiqələri 3 olsaydı var, lap belə rahat da, rahat. 3 olsa lap belə rahat. Ola bilsin ki, ikinci hissənin sonlarına yaxın və yaxud da 60-dan 65-ci dəqiqədən sonra Trabzonspor daha yaxşı oynasın. Onunla da desəm də zədələndi. Bura bax. Yatıblar müdafiədə. Allah haqqı yatıblar müdafiədə. 2-1 oldu. Belə bu kubokda da belə oynamayın da. Bax yenə bu müdafiədə yatıblar. Bax ikinci hissə başladı. Mən dedim 60-65-dən sonra bunlar 50-ci dəqiqədə birinci topunu buraxdılar. 2-1. İndi görə 60-dan sonra nə olacaq indi? Heç sənə top buraxırlar. Heç sənə rahat gəldi. Pasını verdi. Abdülkerim yatır. Abdülkerimin yerinə oyuncu almaq lazımdır. Bax Galatasaray almaq istəmir müdafiə. Transfer eləmək lazımdır Abdülkerimin yerinə. Abdülkerim çox ləngidir Abdülkerim. Yəni 55-ci dəqiqədə 2-1 oldu ki. Kül olsun başınıza elə. Bədbəxtlər. Bu birini buraxdılar, birini də buraxacaqlar. Gəl də 3-1. Barış Alper'in pasına bax. Sane. Verdi. Yunus gol. 3-1. Yunus Akgün. Bu 3-1. Yunus Akgün 3-1. 3-1 gəlmişlər. Barış yenə mal kimi pas verdi. Amma nəysə ki Sane orada düzəltdi. Asist elədi Yunusa. 3-1. İkinci hissəni bax pis də başlamadı əslində. Sonra bir dənə heç nədən bir dənə gol buraxdı. Trabzonspor başladı hücuma. Bir dənə də vura bilmədilər boş qapıya. Demək olar ki boş qapı idi, vura bilmədilər. Vursaydı 2-2
lap başqa bir şeylər olacaqdı. Yaxşı ki vura bilmədi. Sane başqa oyunçudur da, Sane həqiqətən də başqa oyunçudur. Yəni Barış Alper kimi ancaq istəmir özü vursun. Yəni ancaq özü vurmaq istəmir. Başa düşdün? Komanda, takım arkadaşı boşdursa pasını vermək istəyir. Özü vura biləcək pozisyonda vuracaq. 3-1. Bu gol olmağı yaxşı oldu ki, biraz Trabzon biraz şeydən düşə bilər. Həvəsdən, ruhdan düşə bilər. Qalatasarayda biraz ruhlana bilər 3-1-dən sonra. Amma yenə təhlükəli gələcək Trabzon. Qəşəng Uğurcan. Uğurcan köşədən çıxartdı son anda. Yerlə çətin topdur. Yerlə vurdu Zubkov. Zubkov ortadan gəldi Galatasaray cəza sahasına kimi yerlə vurdu Uğurcan. Uğurcan qəşəng uzandı, çıxartdı. Bax, axırlara doğru Galatasaray yenə başlayır qatıqlamağa. Gücdən zərbə. Çıxardım bunu. At. Kim vurdu bu başı? Çıxardın da bu topu da. Vur! Gol! Icardi! Mauro Icardi! Müdafiənin səhvindən Mauro Icardi 4-1. Rahat. Всё. Final. Bir gol, bir asist Mauro Icardi. 4-1. Bu. Burada offside yoxdur. Ahmet Kutucu. Ahmet Kutucu'nun pasını verdi Kazımcan. Da Kazımcan'ın pası, burada müdafiənin səhvi vardı. Orada burada müdafiənin səhvi vardı. İkisinin də səhvi vardı burada. Bax burada birinci bu, ikinci də bu. Mauro Icardi bitirdi. Və dostlar, oyun bitdi. Galatasaray 4-1 qazandı. Birinci hissənin daha çox yaxşı oynadığı Galatasaray, ikinci hissədə ara sıra yaxşı oynadı, ara sıra pis oynadı. Trabzonsporun qolu, səhvdən gələn qollar və nəhayətində Galatasaray 4-1 qazandı və Türkiyə Süper Kupasında finala çıxdı. Finalda da ki sabah Fenerbahçe ilə Samsunspor oynayacaq. Orada qazanan Galatasarayla Galatasaray rəqibi olacaq, Galatasarayla oynayacaq. Hakim də yaxşı günləri oyun idarə elədi, belə çox da böyük səhvləri olmadı. Demək olar ki, belə çox səhvi olmadı, yaxşı idarə elədi. Yaxşı oyun getdi. Icardi də biraz yaxşı oynadı. Qaçırdığı toplar vardı. İkinci isə daha yaxşı oynadı. Qaçırdığı toplar vardı. Vursaydı bu dəqiqə 2 dənə topu var idi. Amma bir gol, bir asist, 4-1 Galatasaray rahat qələbə qazandı və finala çıxdı Süper Kupada. Sabahdakı Fenerbahçe ilə Samsunsporun oyunu var. İnşallah ona da qismət olsun o videonu da çəkərik, görək Galatasarayın rəqibi kim olacaq finalda. Burada bitirək dostlar videonu. Kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın, abunə olun. Əsas abunədir. 1000 abunəyə az qalıb. 1000 abunəyə çata, arxası Allah kərimdir. Sağ olun dostlar, başqa videolarda görüşərik.